hamam, su hovuzu, önümdə güzgü, güzgü üzərində asılqan suvenir, gülümsər, həyat dolu oyuncaq adam. Və mən əlimdə kəsici alət, iki qollarımın damarından axan qan ilə. Yavaş-yavaş halsızlaşdırır öz dünyama yollayarkən. Bu arada bihuş ola-ola gülümsər oyuncağa tamaşa edirdim. Nə gözəldir həyat. Yaşam eşqi sanki mənə getmə deyir. Görən qəbul olacaqmı bu intiharım? Görən yerim behişt olacaqmı? Qəfil hamam xələtimin cibində olan mobilni zəngi. Sevdiyim, ey həyat, sən nə qəribəsən nəğməsi məni daha da fikrimdən daşındırırdı. Amma təəssüflər olsun, damarımdan son damla qanlar sızırdı. Ruhum vücudumu tərk etmək üzrə sanki halsız cəsədimə tamaşa edirdi. Acınacaqlı sonluqmu? Yoxsa sevdiyim musiqi sədası altında fərəh verən, gülər üzlü oyuncaq adamın şövqü ilə vida mərasimi, sevdiyim musiqi sədası altında fərəh verən, gülər üzlü oyuncaq adamın şövqü ilə vida mərasimi.